Bugündən başlayaraq təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Prosesdə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsvir incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsil verənlər iştirak eləyəcəklər. Bəziləri ilk dəfə, bəziləri isə növbəti dəfə bilik və bacarıqlarını sınamaq üçün sertifikatlaşdırma imtahanında iştirak edirdilər. Görüntülər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan sertifikatlaşdırma prosesindəndir. Sertifikatlaşma prosesində bu il ötən illərdə sertifikatlaşmaya cəlb olunmamış 5 fənn üzrə. Bunlar təsvir incəsənət, texnologiya, musiqi, tarix fənləri üzrədir ki, bu fənlər üzrə müəllimlər sertifikatlaşma prosesinə ilk dəfə cəlb olunacaqlar. Eyni zamanda ötən illərdə sertifikatlaşma prosesinə cəlb olunmamış və qanunvericiliyin tələblərinə uyğun olan müəllimlərin də sertifikatlaşma prosesi davam edir. Məktəbəqədər Ümumi Təhsil Dövlət Agentliyinin şöbə müdiri Nurlan İsmayılbəylinin sözlərinə görə indiyədək sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlərin sayı 100 mini ötüb. Sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək haqqlarına əlavələr alan müəllimlərin sayı isə 90 minə yaxınlaşacaq. Bu müəllimlərin bu prosesdəki ilk mərhələsidir, yəni test imtahanı mərhələsidir. Sentyabr ayından etibarən isə artıq müəllimlərin müsahibə mərhələsinə start veriləcək və onlar müsahibə mərhələsini uğurla tamamladıqdan sonra sertifikatlaşmış müəllim olaraq öz fəaliyyətlərinə davam eləyəcəklər. Nurlan İsmayılbəyli ilk cəhdə uğursuz nəticə əldə edən müəllimlərin gələcək fəaliyyətinə də aydınlıq gətirdi. Ötən illərdə olduğu kimi bu ildə əgər müəllimlər ilk cəhdə uğur qazana bilmədikdə, onlar üçün Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ödənişsiz formada təlimlər təşkil olunacaq. İş yeri saxlanılmaqla bir il müddətində bu təlimlərə cəlb olunurlar. Sertifikatlaşdırmanın test mərhələsi elektron qaydada keçirildiyindən müəllimlər nəticələrini imtahan başa çatdıqdan dərhal sonra öyrənə bilirlər. İlk dəfə də sertifikasiya imtahanında iştirak edirəm. Neçə suala cavab yazıb təhlildə? 60 sualdan 52 düzüm var. İlk dəfədir. 4 ili indi tamam olub. Ona görə indi ilk dəfə iştirak edir. Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 şəhər və rayon üzrə fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunub. Rəşad Vəkiloğlu, Hikmət Quliyev, Space xəbər.